Azərbaycan xalqı bu şəkildə gördüyünüz Əlibəy Kərimlidir, cəbhəçidir. İlham Əliyev rejimi onu aylar öncə Gorbagor Heydər Əliyevin heykəlinə Stalin yazdığı üçün həbs eləmişdi, şərləyib tutmuşdular. Narkotik maddəsindən həbs eləyib tutmuşdular. Və dünən həbsxanada onu İlham Əliyev rejimi öldürdü və adını da qoydular ki, güya intihar eləyib. Bayram Məmmədovu Heydərin doğum gününün ərəfəsində öldürdülər Türkiyədə. Və Əlibəyi də dünən Heydər Əliyevin cəhənnəmə vasil olduğu gündə öldürdülər. Hakimiyyət, İlham Əliyev rejiminə bağlı hakimiyyət mediaları isə paylaşdı ki, intihar eləyib. Təbii ki, intihardan heç bir söhbət gedə bilməz. İlham Əliyev, sən bu cinayətlərini eləyirsən, ha? Heç oturub fikirləşirsənmi ki, sən bunlara görə cavab verəcəksən, hə? Ha, İlham Əliyev? Məsələn, Orxana hücum, mənə hücum, Mirzəlinin bıçaqlanması falan. Bunlar hamısı ailənizdə hansısa bir doğum günü, kiminsə doğum günü və ya ölüm günündən bağlı, yəni o tarixi sırf özel gün olarak seçip o cinayeti törətmişsiniz. Bunu artık herkes bilir. İlham Əliyev, sen bunlara göre cavab verəcəksən, ha? Yəni her bir diktatorun sonu cəhənnəmin zibilliyi olacaq. Onu mən demişəm. Və İlham Əliyev, elə bilmə ki, məsələn, sən qaçıb Maduro'nun, Putin'in tuman altında gizlənəcəksən. Xeyr. Səni o gizləndiyin deşikdən belə tapıb çıxaracaq. Şəxsən mən buna söz verirəm, İlham Əliyev. Mən nə qədər ki yaşayıram, sənin bu cinayətlərin yerdə qalmayacaq. Bunu mən xalqıma söz verirəm. Ağlım da o xarizdəki bəzi jurnalistlərə pul ötürdüyün o ildə 2 dəfə yanvar, dekabr ayı, bir də may ayında pul ötürsən, kimlərsə kanalı bağlayır, gedir, 6 aydan bir, 1 ildən bir qayıdır. Jurnalistlər, bəzi blogerlər var, ha. Elə bilmə ki, onların vasitəsilə sən bağışlanacaqsın. Sən bağışlanmayacaqsın, İlham Əliyev. Bunu mən bunu şərəfim, ləyaqətim, namusum üzrə and içirəm ki, İlham Əliyev, səni Maduro'nun tumanı altında gizlənsən, Cənubi Amerikada qaçıb gizlənsən, Putinin tumanı altında gizlənsən, Bəşər Əsəd kimi, sən tapılacaqsan. Sən tapılacaqsan, İlham Əliyev. Sən və sənin o baş kəsən ailən var, hamısı tapılacaq, İlham Əliyev. Hələ ki, sən cinayətlərini törətməyə davam elə, İlham Əliyev. Buna mən sənə söz verirəm ki, bunu mən eləyəcəm. Hansısa ki, o yenə deyirəm, o elə bilmə ki, kimlərlənsə çıxıb deyəsən ki, bax, mən siz danışanda hakimiyyət bu qədər pul ötürür, buna görə bağışlama və s. və elə axır. Xeyr, Allaha şükür, mənim bu günə qədər alnım təmiz, heç kimdən bir qəpiyi almamışam. Fərqi yoxdur, nə yolla olursa, nə üçün olursa olsun. Kanalımı satmamışam, kanalımı bağlamamışam. Çünki mən bu hakimiyyətə qarşı Azərbaycan xalqı həmişə içində nifrət olub, nifrət. Zərrə qədər də olsun ki, mənim bunlara qarşı, bu rejimə qarşı, bu terörist baş kəsən rejimə qarşı zərrə qədər də olsun ki, mənim mərhəmət hissim olmayıbdır. Həmişə uşaqlıqdan bu rejimə qarşı nifrət, məndə nifrət olub, nifrət. Zəhləm gedib. Çünki mən gözümü açandan ancaq Əliyevlər görmüşəm. Və bu gün də onların cinayətlərini, mənim mübariz dostlarımı bu gün öldürmək. Axı mən sussam, mən bu heydərizmi bağışlasam, axı Bayramın, Başkan Əsənovun, Vüqar Rızanın, digər öldürdükləriniz, jurnalist Elmar Hüseynovun, axı onların ruhu məni rahat bırakmaz axı. Onların ruhu məni rahat bırakmaz. Kim vicdanını, şərəfini, hakimiyyətə, kanalını, özünü satırsa, namusunu, qeyrətini də satır. İlham Əliyev, sən bu gün Əlibəy Kərimini öldürdün. Öldürdün, hə? Atanın corbagor cəhənnəmə vasil olduğu gün. Sən onu öldürdün, İlham Əliyev. Atanın coruna soxum sənin, İlham Əliyev. Bax, sənin atan Hitlerdir, Stalindir. Sənin atan, nə bilim, dünyanın ən oğraş, qandon terroristi də olubdur sənin atan. Sənin özün də İlham Əliyev.
Arvadın mehriban ağzını sikim sənin Mehriban Əliyeva. Sənin ölümün ruhunu sikim Mehriban Əliyeva. Anan Aydanın corunu sikim Mehriban Əliyeva. Gəlin məni də öldürün də. Sikim sizin ölümünüzün ruhunu. İlham Əliyev, atanın corunu sikim sənin. 100 dəfə atamın qəbrinə eşiyim. Hansı ki, sənin atanın qəbri, o bu siyonizm var ha, pul verib Amerikası, nə bilim, Avropada, kimlərisə pulla satın almışsan, hakimiyyətinə qarşı yaxşı şeylər desin. Bunlar hamısı bir gün sizdən üz çevirəcək. Sənin o siyonizmin İlham Əliyev, qandon kimi səni bir gün istifadə edib atacaq. Necə ki, Bəşər Əsədlər, kimlər hamısı qandon kimi istifadə edib atıldı. Sən də qandon kimi istifadə edib atılacaqsan İlham Əliyev. Bunu bilsən. Sənin o atanın heykəllərini öncə üstünə işləyəcəm, qəbrindən gedib işləyəcəm. Sonra o heykəlləri də metaloman verib onu pula çevirəcəm mən, büdcəyə. Xalqa mən xərcləyəcəm. Hansı ki o atamın heykəllərinə milyardlarla pul xərcləmişsən ha. Evi yoxdur. Sən bugün Elbək Kərim'i öldürdün, Bayramı öldürdün, Vuqarizanı, Hüseyin Başxanovu, nə bilim, kimləri öldürdün ha. Öldürməyə davam edir İlham Əliyev. Yaxşı, görəcəksən İlham Əliyev. Ömrümün sonuna qədər sən cinayətlərinə davam elə. Elə bilmə ki, kimlərsə prezident gələcək, səni bağışlayacaq, nə bilim, nə eləyəcək. Mən belə şey bozma almıram. Mən bu dəqiqə əsas məqsədim sənin ailən, hansı ki, nə qədər sən diri-diri insan bastırmışsan İlham Əliyev, onların hamısından xəbərdaram mən. Nə qədər diri-diri, Mehriban Əliyeva nə qədər insanı aslana pələngə yedirib diri-diri, timsaha yedirib. Bunlar hamısı faktlardır. Sənin o parniklərində nələr baş verib. Günahsız insanlar, bugün mən məlumat əldə eləmişəm ki, həbsxanalarda ancaq və ancaq siyasilərə işgəncə verdirtdirirsən. Bunlar hamısı yerdə qalmayacaq. Kim bu hakimiyyəti bağışlayırsa, onun namusunu sikim. Kim bu hakimiyyətdə kimisə tərifləyirsə, onun da namusunu sikim. Kim bu hakimiyyəti bağışlayacaqsa, onun ölüsünün corunu sikim. Onun, həmin insanın İlham Əliyev rejimindən mən heç bir fərqi yoxdur mənim üçün. İlham Əliyev cinayətlərinə davam elə. Amma bu cinayətlər bir gün sənin cütbə yeridiləcək, bunu bil.